Çünki mənim özüm narkotikə pis baxırdım. Hansı ki, mən tək cinayəşi çəkəndə kokospatı istifadəçilərinə pis baxırdım. Hansı ki, onlar gələndə bizim yanımıza acılayırdıq. Amma elə dönəm keçdi ki, bir dənə söz var, deyir, heç vaxt demə. Elə dönəm gəldi, keçdi ki, mən özüm də başladım. Bir də ayıldım ki, mənim özüm də ağır istifadəçiyim. Bilirsən də hansı səbəblər alovlandırıb sənə narkotik istifadəsinə gəlmirsən. O səbəbləri necə məhv elədin? Mən onu tək barədə bacarmırdım və tək də elə başa düşürdüm ki, mən nə edirəmsə düz eləyirəm. Amma mən gəldim 12 addım reabilitasiya mərkəzinə və orada mənim beynim açıldı. Müəyyən dərslərlə, müəyyən tapşırıqlarla mən başa düşdüm ki, yəni günah mənim özümdəymiş. Beyin açıldı. Biz hansı ki, burada kitablarla, kitab oxuya, yazılar yaza, müxtəlif terapiyalarla, fərdi görüşlərlə məni elə bir ki, reallığa qaytardılar. Reabilitasiyadan əvvəl, yəni reabilitasiyaya gəlməmişdən əvvəl özün tək sağalmağa cəhd elədin? Cəhd eləyirdim. Nə edirdin? Amma ki, o sağalmağa cəhd deyildi. Mən sağalmağa cəhd bir necə eləyirdim? Hansısa bir narkotiklə əvəz eləyirdim. O psixotrop dərmanlar götürürdüm. Məsəl üçün 5 dənə, 6 dənə. Girirdim evə, deyirdim ki, bunun günə bir dənə atım ağrım olanda. Dozanı salım, ağrım keçsin və mən narkotik istifadə eləməyim. Amma mən özümü alladırmışam. Atırdım o dərmanları yavaş-yavaş. Məsəl üçün, bugün bir dənədirsə, sabah onun yarısını atırdım. Bir gün onun 1/4-ni atırdım. Ola bilər, mənim ağrım keçirdi. Yəni, burada narkotik istifadəçisinin problemi ağrıda deyil. Mənim ağrım keçirdi, amma elə bir situasiya yaşayırdım ki, mən yəni də yolum deyildi istifadəyə.